Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videomda evdə hərf səməni üçün necə plastik qab hazırlamaq olar onu göstərəcəm. Əvvəlcə plastik qutunu bu formada hazırlayıb səməni düzəldə bilərsiniz. Bunun üçün bizə satışda olan səməni qabları üçün nəzərdə tutulan və yaxud da elə tək-tək belə plastik boşqablar var. Onlardan da ala bilərsiniz, fərqi yoxdur. Eni çox olduğu üçün, yəni hərfə uyğun olması üçün mən ortadan kəsəcəm. Və bu formada üst-üstə yerləşdirib ensiz formanı alacağım. Hərfin biraz uzun olması üçün kənar hissələri kəsib üst-üstə yerləşdirəcəm. Videoda sizə göstərəcəm hal-hazırda. Yəni kəsişən tərəfləri kəsib çıxardıram. Yalnız yan tərəfləri hündür qalacaq. Bu plastik qablarla özünüz hərf hazırlasaz 3 ölçü hərf hazırlaya bilərsiniz. Kəsəndən sonra ilk göstərdiyim kimi üst-üstə yerləşdirəndə ən kiçik ölçü. Belə uc-uca calayanda daha uzun ölçüdür. Biraz kleyləyib sizə göstərəcəm. Daha sonra qopardıb yenidən hazırlayacağım. Çünki mən orta ölçü istəyirəm. 2 plastik qabı ortadan kəsib bu formada yerləşdirəndə hərfin bir tərəfini əldə etmək olur. Yəni o cür nəzərdə tutun ki, bir tərəf üçün 2 plastik qab lazım olacaq. Bu ən uzun ölçüdür, bu ən qısa və orta ölçü bu formadadır. Orta ölçü odur ki, bir qabı bütöv kəsirəm, birini isə tam ortadan kəsəcəm, yəni 1/4 götürəcəm. Mən ara kəsməni biraz kiçik götürəcəm, amma istəsəz yan tərəflər kimi uzunsov formada hazırlayın. Səməni qablarının altını deşirəm ki, suyu süzsün, kiflənməsin səməni. Mənim səməni qabım hazırdır. Yenə deyirəm, ara kəsməni istəsəz biraz uzun götürə bilərsiniz. Yəni tam əvvəldən axıra qədər. Ona görə də belə yan tərəflərdəki kimi plastik qab hazırlaya bilərsiniz və enini biraz da ensiz götürsəz lap yaxşı olar. İndi isə bizi izləyənlər üçün digər hərfləri də paylaşacağım. Təxmini sxem formasında hazırlayıb sizinlə paylaşmağa çalışdım. Ümid edirəm işinizə yarayacaq. Bəzi hərflərdə düz kənar olsa da digər hərflərimiz var ki, bizə oval forma lazım olacaq. Ona görə yumru boşqabdan istifadə edə bilərsiniz. Əvvəlcə boşqabı orta hissədən kəsəcəm. Amma tam ortadan kəsməyin, biraz aşağıya doğru kəsin ki, məsələn B hərfində B hərfinin kənar hissələri tam yarım halqa deyil. Ona görə mən boşqabı ortadan kəsmədim. Kəsdiyimiz digər hissədə yan tərəf kimi istifadə edəcəm ki, buğda tökülməsin. Yəni hündürlük əldə etmək üçün belə kəsdiyimiz boşqabın özündən istifadə edəcəm. İlk olaraq A hərfindən başlayırıq. Dediyim kimi kiçik formanı əldə etmək istəyirsinizsə bu formada, əgər biraz uzun, böyük hərf əldə etmək istəyirsinizsə, 2 ardıcıl yan tərəfi bir-birinin ardıca yapışdırın. Yəni belə uzun formanı əldə eləyin. Şəkillə də sxem olaraq göstərmək istəyirəm ki, daha çox işinizə yarasın. Bu formada sizə 3 ədəd boşqab lazım olacaq. İndi isə B hərfin başlayırıq. Yenə uzun formanı sizə göstərəcəm. Yarım halqaları bu formada qoyuruq. Əgər B hərfi hazırlayırsınızsa, əvvəlcə yarım halqanı kəsin. Daha sonra uzunluğu ayarlayın. Belə olduqda daha gözəl görünür. Ola bilsin ki, yəni yarım halqalar kifayət qədər böyük olmaz. B hərfinin çıxıntısını biraz kiçik götürə bilərsiniz. Daha sonra isə C hərfini göstərəcəm. C hərfi üçün bizə sadə bir ədəd oval boşqab lazım olacaq. Amma tam bu formada kəsməməyə çalışın. Biraz çıxıntılı kəsin. Fərqi aydın izah eləmək üçün şəkil olaraq hər iki formanı sizə göstərəcəm. Bir var bu formada birbaşa kəsmək.
Bir də var boşqabı kənar hissələrini düz kəsib biraz içəriyə doğru daha oval formada kəsək. Belə olduqda daha gözəl görünür. Yəni seçim sizin. C hərfi də eyni C hərfi kimi sadəcə bir ədəd kiçik plastik boşqab lazım olacaq ki, çıxıntı üçün istifadə eləyəsiniz. İndi isə D hərfini hazırlayırıq. D hərfinin düz tərəfi üçün istəsəz bir ədəd boşqab istifadə edib qısa və yaxud da 2 ədəd boşqabı ardıcıl istifadə edib belə uzunsov formada D hərfi hazırlaya bilərsiniz. İndi isə növbədə E hərfidir. E hərfi üçün isə bizə bu formada düzbucaqlı tərəflər lazım olacaq. Məndə 2 ədəd olduğu üçün E hərfini sxem olaraq göstərmək istəyirəm ki, yəni boşqabların sayını biraz artırmalı olacaqsınız. Ə hərfi üçün bizə yenə yarım dairə lazım olacaq. Sxem olaraq sizə daha aydın göstərəcəm ki, boşqabı hansı formada kəssəz yaxşıdır. C hərfində olduğu kimi yenə boşqabı bu formada yarım dairə kəsib, daha sonra istəsəz bir ədəd düzbucaqlı boşqabı Ə hərfini bağlamaq üçün istifadə edə bilərsiniz. Mən sxemdə 3 ədəd boşqab göstərdim ki, yəni ensiz olmağı üçün kiçik 3 ədəd boşqabı ardıcıl qoyuruq. Amma siz uzunsov formada bir ədəd ensiz boşqabdan istifadə edə bilərsiniz. Növbədə F hərfidir. F hərfində hazırlamağı demək olar ki, Y hərfi kimidir. Yalnız aşağı çıxıntı olmayacaq. Və ortadakı çıxıntını, yəni alt çıxıntını daha kiçik qoymağa çalışın. Yəni Y hərfindən fərqli olaraq bu orta çıxıntı daha kiçik olanda gözəl görünür. Daha sonra növbədə G hərfidir. G hərfi üçün bizə yenə yumru boşqab lazım olacaq. İstəsəz bu formada tam ortadan kəsib, yəni ortadan deyil, biraz kənara doğru meyilli tam kəsib 2 ədəd kiçik düzbucaqlı boşqabdan çıxıntılarda istifadə edə bilərsiniz. Yaxud da boşqabı bu formada aypara formasında kəsib, yenə eyni çıxıntılardan istifadə edə bilərsiniz. C, Ç hərflərində olduğu kimi boşqabı 2 cür kəsə bilərsiniz, amma çıxıntılar eyni qalır. Daha sonra isə növbədə X hərfidir. Hazırlanması çox asandır. 2 ədəd kiçik boşqabı bu formada yerləşdirə bilərsiniz. Yaxud da hərfin böyük olmasını istəyirsinizsə 4 ədəd tərəfi üst-üstə yerləşdirə bilərsiniz. Yenə də fikrimi daha aydın izah eləmək üçün şəkillə göstərirəm. Daha sonra H hərfini hazırlamağa başlayıram. Bu hərf üçün yenə kənar hissələr eyni qalır. Orta hissə üçün kiçik boşqab lazım olacaq. Kiçik boşqab olmasa belə, kənar hissələrdə istifadə etdiyiniz boşqabı 4 tam yerə bölsəz, dediyim kimi kiçik hissəni əldə edə bilərsiniz. İ hərfi üçün bizə bu formada boşqabları yığmaq lazım olacaq. Ayrı-ayrı yerləşdirmək istəməsəz, birbaşa uzunsov formanın arasına kardon yerləşdirə bilərsiniz ki, həmin hissədə buğda cücərməsi nöqtə görünüşünü əldə eləyəsiniz. İndi isə növbədə J hərfidir. Bizə bir düzbucaqlı və bir dairəvi boşqab lazım olacaq. Daha sonra K hərfinin hazırlanmasını göstərəcəm. K hərfini hazırlamaq üçün bizə İstəsəniz kiçik formada hazırlamaq üçün bir ədəd uzunsov düzbucaqlı və 2 ədəd kiçik boşqabdan istifadə edə bilərsiniz. Əgər biraz da böyük hərf əldə etmək istəyirsinizsə, boşqabları bu formada ardıcıl düzəndən sonra bir ədəd düzbucaqlı ilə K hərfinin kənar hissələrini yarada bilərsiniz. Sxem olaraq şəkildə belə görünür, amma kənar hissələri hazırlayanda çəp formada küncləri kəsməlisiniz. N hərfinin orta hissəsində olduğu kimi, burada da hərflərin kənarını üçkünc formada kəsməlisiniz. Daha sonra Q hərfini hazırlayırıq. Mən boşqabı kəsmişəm, amma onu deyim ki, bizə tam bir oval boşqab lazım olacaq və kiçik düzbucaqlı çıxıntı üçün. Növbədə L hərfidir və hazırlanması çox asandır. Uzunluğunu və böyüklüyünü istəyə görə ayarlaya bilərsiniz. Demək olar, bütün hərflərdə video ilə şəkil arasında belə fərqlər olur. Məsələn, yan tərəf üçün bir ədəd düzbucaqlı lazım idi. Şəkildə isə gördüyünüz kimi 2 düzbucaqlını ardıcıl qoymuşam. Bu ona görədir ki, boşqabın ölçüsünə görə dəyişə bilər. Siz boşqabı alandan sonra kəsib belə kiçik düzbucaqları əldə edəndən sonra hərfi qurun. İndi isə M hərfini göstərəcəm. Kənar tərəfləri qoyandan sonra orta çıxıntılar üçün bizə istəsəz 2 ədəd kiçik boşqabdan da istifadə edə bilərsiniz. Yaxud da bu boşqabları uzunsov formada ardıcıl düzəndən sonra M hərfinin çıxıntısını axıra qədər qoya bilərsiniz. Sxem olaraq N hərfində göstərdim. Daha sonra isə O hərfini hazırlamaq üçün bizə bir ədəd boşqab lazım olacaq. Orta hissəni kəsib çıxardıb bu formada hazırlaya bilərsiniz. Yaxud da boşqabın ortasına bir stəkan yerləşdirə bilərsiniz ki, boşluğu əldə edə biləsiniz.
İndi isə P hərfini göstərəcəm. P hərfi üçün bir kənar tərəf və bir ədəd yarım dairə lazım olacaq. Hazırlanması çox asandır. İstəsəz kənar tərəfin uzunluğunu biraz qısa da eləyə bilərsiniz. Zövqünüzə uyğun olaraq kənar tərəfin uzunluğunu ayarlaya bilərsiniz. Və daha sonra R hərfini hazırlayacağım. R hərfinin hazırlanması demək olar ki, P ilə eynidir. Sadəcə bir ədəd kənar çıxıntısı var. Yenə yan tərəfin uzunluğunu istəsəz qısa və yaxud da uzun götürə bilərsiniz. Aşağı hissəni istədiyiniz uzunluqda götürə bilərsiniz. Orta ölçü də ola bilər, uzun da ola bilər. Amma əsas odur ki, ölçülər eyni olsun. Yəni belə deyim, yuxarı hissə D hərfi formasındadır. Aşağı hissədə 2 ədəd çıxıntı, əlavə sizə düzbucaqlı boşqab lazım olacaq. İndi isə S hərfini göstərəcəm. Bunun üçün bizə 2 ədəd eyni formada yarım halqa lazım olacaq. Bu halqaları ardıcıl formada birləşdirəndə S hərfini əldə edirik. Onu da deyim ki, boşqabı tam ortadan bölmürük. Dediyim kimi biraz yan tərəfə bölürük. Ona görə 2 ədəd boşqab lazımdır bizə. S hərfindən sonra Ş hərfində hazırlamaq bu cürdür. Sadəcə bir ədəd çıxıntı üçün düzbucaqlı boşqab lazım olacaq. Növbəti hərfimiz T hərfidir. Yenə hazırlanması çox asandır. Bu formada yerləşdirəndə T hərfinin görünüşünü əldə edirik. Daha sonra U hərfini əldə etmək üçün 2 ədəd düzbucaqlı tərəf lazımdır və bir ədəd yarım dairə. Bu dəfə yarım dairəni tam bu formada kəsməyə bilərsiniz. Yəni boşqabı tam ortadan da kəsə bilərsiniz. Çünki onsuz da düzbucaqların çıxıntısının altında qalır. Ona görə alt hissənin halqasının ortadan da ola bilər. Bu formada biraz yana doğru da ola bilər. Ü və Ö hərflərini qeyd eləmirəm. Çünki yalnız nöqtə ilə İ hərfindəki nöqtə ilə ayıra bilərsiniz. V hərfini hazırlamaq üçün bu formada 2 düzbucaqlını qoyandan sonra alt hissəni birləşdirmək lazım olacaq. Yaxud da belə edə bilərsiniz ki, künc formada kəsə bilərsiniz. N hərfinin çıxıntısında olduğu kimi bu formada üst-üstə düşən hissələri çəpinə kəsə bilərsiniz. Daha sonra növbədə Y hərfidir. Bu hərfin çıxıntısını, alt hissəni 2 formada hazırlaya bilərsiniz. Əgər yan formada qoyacaqsınızsa, şəkil olaraq və video olaraq göstərməyə çalışacağım. Çıxıntını bu formada, künc formasında kəsməlisiniz ki, belə maili formanı əldə eləyəsiniz. Yaxud da hər ikisini V hərfi kimi künc formada qoyub, yalnız aşağı hissəni düz qoya bilərsiniz. Sizə sxem formaları göstərməyə çalışacağım. Bu birinci modeldir. Y hərfini yazmaq forması. Yaxud da bu ikinci modeldir. Hansı zövqünüzə uyğundursa o formanı seçə bilərsiniz. Və son hərfimizə gəldik. Z hərfidir. Üst-üstə düşən çıxıntıları N hərfində olduğu kimi künc formasında kəsirik. Videomuzu izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.